Salam, hər vaxtınız xeyir. Sizin hər birinizi Sarıdram Mürsəli kəndindən salamlayıram. Deyirəm, söz deyəcəm, indi hərə bir yerə yozacaq. Birincisi, Cənab Ali Başkomandan İlham Əliyev cənablarına və sonra isə Sarıdram İcra Hakimiyyətinə və həmçinin də rayonumuzda, kəndimizdə, elimizdə, obamızda, cəmiyyən Azərbaycanımızda əməl salih və xeyir iş görən insanlara mən Böyük Hüseynov səmimi qəlbdən təşəkkür və minnətdaram, duaçıyam. Cənab Prezidentin göstərişi ilə regionların iqtisadi inkişafı layihəsində bizim Sarıdram Mürsəli kəndində diqqətdən kənara qalmayıb. Görürsünüz ki, yolumuz işıqlandırılıb, işıq dirəkləri ilə və burada da kəndin girəcəyində gözəl işlər görüblər. Rayonumuzda abad və quruculuq işləri aparılır. Orada asfalt çəkilir. Çəkilən asfaltdan buralığa da gətirib töküblər. Allah köməkləri olsun. Allah cümlə hər birinin qazancına bərəkət versin. Hər birini Allah görsün inşallah. Gözəl işlər görüblər. Allah köməkləri olsun bu işi görənlərin. Allah razı olsun. Şəxsən mən bir kənd cəmaatı olaraq, Mürsəli kəndində yaşayan bir vətəndaş olaraq həqiqətən təşəkkür edirəm. Gör nə gözəl. Vallahi and olsun Allaha, bu kəndin girəcəkdir. Mən ümidvaram ki, bir neçə ilə bizim Azərbaycanda bütün kəndlərimiz, rayonlarımız bax beləsinə gözəl asfaltlanacaq və işıqlanacaq. Mənə az öncə məlumat verdilər. Bu məlumatı, bu videonu çəkə-çəkə sizə səsləndirirəm. Deməli, məndə olan məlumata görə bu asfaltın bura tökülməyində, çəkilməyində Sarıdram İcra Hakimiyyətinin başçısı cənab Siraqəttin Cabbarov və rayon və Mürsəli kəndinin bələdiyyəsi Ziyadxan Gözəlov və Mürsəli kənd sakini Ayaz Zeynalovun böyük bir əməyi və zəhməti var və həmçinin onların timsalında bu işdə əziyyət çəkən hər bir şəxsə, bir vətəndaş olaraq Mürsəli kənd cəmaatı adından, öz adımdan təşəkkür və minnətdaram. Sağ olsunlar, Allah razı olsun.